WhatsApp kanalımızda paylaştığımız DİM Blog 2026-cı il sualların izahına davam edirik. Bu sualda yine bir izləyicimiz xahiş etmişdi. Baxaq görək nə də çətinlik çəkmişdi. 4-cü sualda deyilir: yalnız başlanğıc forması yazılışından fərqli tələffüz olunan sözlər müəyyən edin. Biz burada nəyə fikir verməliyik uşaqlar? Başlanğıc forması. Yalnız başlanğıc forması. Fərqli tələffüz olunsun. Digər qrammatik şəkilçilər isə olduğu kimi tələffüz olunsun, yazıldığı kimi. Rəqabətsizlikdən. Demək, burada lik necə tələffüz olundu? Dik kimi. Dən necə tələffüz olundu? Olduğu kimi. Ona görə biri götürürük. Çünki rəqabətsizlik bu başlanğıc formaya aiddir. Dən isə başlanğıc formadan kənardadır. Səbirsizliyin. Burada da yenə lik necə tələffüz olundu? Li olduğu kimi, belə deyək, di kimi tələffüz olundu. Bu da yenə başlanğıc formaya aiddir. İn isə qrammatik şəkilçidir. Fərqli tələffüz olunmur. Ona görə ikini də götürürük. Məqsədləri. Burada ləri bir də qrammatik şəkilçidir. Lər-i. Dər kimi tələffüz olunduğundan buna baxmırıq. Yəni 3-ləri avtomatik çıxara bilərik. 4. Əməkdaşsınız dedikdə burada k-x olsa da sınız necə tələffüz olundu? Sız kimi. Bu da qrammatik şəkilçi olduğundan yenə də 4-ü götürmürük. Çünki başlanğıc formadan kənardadır. Nöqsansızlıqdır. Burada da yenə başlanğıc forma içərisində fərqli tələffüz olsa da kənarda da var. Dır necə tələffüz olunur uşaqlar? D kimi. D kimi tələffüz olunur. Ona görə bu qrammatik şəkilçidir. 5-i də götürmürük. Kəndliyə dedikdə isə burada li şəkilçisi di kimi tələffüz olundu. Di. Və buradakı ə isə yönlükal şəkilçisidir, qrammatikdir, olduğu, yazıldığı kimi tələffüz olunur. Yəni 6-nı götürürük. Çünki başlanğıc formasında fərqli tələffüz olunan şəkilçi var. Başlanğıc forması fərqli tələffüz olunur, amma qrammatik şəkilçi yazıldığı kimi tələffüz olunur. Cavabımız hansı oldu uşaqlar? 1, 2, 6 və B bəndi.